edərək öyrənməkdir də, düzdürmü? Bəli. Uşaqlar edərək öyrənəndə daha çox şey öyrənirlər. Daha effektiv olur. Daha effektiv olur. Biz indi normal yer tapmalıyıq ki, hansı ki, Aha. çadır qurmaq üçün. Çadır qurmaq üçün, uşaqlar üçün. Uşaqlara həm də izah eləmək lazımdır. Ha, bura yaxşı. Hamınızı salamlayıram. Yenidən sizi görmək xoşdur mənim üçün. Artıq bugün biz ötən təlimimizin davamını, yadınızdadır biz ötən təlimdə nə keçmişdik? Düşərgə quruculuğu, düzdür? Sadəcə olaraq biz bunun nəzəri hissələri haqqında danışmışdıq. Bugün artıq praktiki olaraq biz düşərgə quruculuğunda çadırın qurulması, yuxu tulumundan necə düzgün istifadə etmək olar? Bunu praktiki olaraq biz özümüz qurub şahidi oluruq. İndi uşaqlar, əziz skautlar, bu cür dayanmırsınız. Hamınız mənim ətrafımda yarım dairə şəklində dayanırsınız və məni görəcək şəkildə çadırların ətrafında gəlin. Bugün biz skautingin əsaslarını öyrənirik. Biz necə ki məktəbdə əlifbanı öyrənməsək, kitab oxuya bilmirik. Biz bunları öyrənməsək skaut fəaliyyətləri ilə məşğul ola bilmərik uşaqlar. Yəni bunlar çox vacibdir. Çadırın düzgün qurulması, necə düzgün qurulur, çadırların bərkilməsi, necə bərkidilir düzgün. Eyni zamanda yuxu tulumundan necə düzgün istifadə etməliyik, bizim karimatlarda necə istifadə etməliyik, bugün bunları öyrənirik. İndi bizim müxtəlif təyinatlı çadırlarımız var dostlar burada. Gördüyünüz kimi Husky çadırları var. Amerika istehsalı olan çadırlar var və bir də bizim burada düzdür, biraz üzü sırılıb amma içərisi sağlamdır. Koreya istehsalı olan bizim çadırlarımız var. Çadırlar uşaqlar müxtəlif təyinatlıdır. Var ancaq yay dövrü üçün çadırlar var. 4 fəsil çadırlar var, 5 fəsil çadırlar var. Bunlar hamısı yəni çadırın təyinatlarıdır. Niyə 5 fəsil deyirik? Uşaqlar 4 fəsil, bir də dağçıların istifadə etdiyi çadırlar var. Dağçılıq üçün olanlar. Bunlar ayrıca ayrılır və 5 fəsil çadırlar olur. İstəyirəm biraz sərbəst olasınız. Suallarınız varsa verəsiniz mənə. Birazdan onsuz da hərəkət eləyəsiniz. Gəlin özümüzü bir dəfə alqışlayaq. Əla. Deməli, biz uşaqlar çadıra ilk növbədə çadır qurmaq istəyirik və çadır qurarkən necə yer seçməliyik? Yeri düzgün necə seçməliyik? Əgər uşaqlar, yer maksimum düzənlik olmalıdır, düz olmalıdır. Əgər biz çadırı əyri yerdə qursaq, onda biz o çadırda yatanda sürüşüb gəlib çadırın küncünə çıxırıq. Ona görə çadırın qurulması üçün maksimum düzən yer seçməliyik və düzən olmaqla bərabər həm də altda odun qırıqları, daş, müxtəlif qarışqa yuvası, canlı həşərat, yəni bunlar olmamalıdır ki, biz rahat orada çadırımızı qura bilək və eyni zamanda təbiətdə olan canlıları da narahat eləməyək. Və bunun üçün uşaqlar, biz elə bu ərazi üçün buranı seçdik. Bura ən uyğun olan ərazidir, gördüyünüz kimi düzdür. Və nəyə fikir veririk? Baxın, burada görürsünüz, daşlar falan varsa, buradakı daşlar falan bunları götürüb kənara atırıq. Çünki biz yatanda çadır bizi narahat eləməsin. Altda olan daşlar və çökəklilər narahat eləməsin. Deməli uşaqlar, çadırın qurulması var. Çadırı normalda 2 nəfər təxminən 5 dəqiqə ərzində qura bilir. Əgər siz düzgün istifadə edirsinizsə çadır qurmaqdan. Aha, çadır bir neçə hissədən ibarət uşaqlar. Düzlük hissəsi var. Çadırın iç hissəsi uşaqlar, bax bu gördüyünüz bu hissədir. Baxın, hansı ki bütövdür. Və biz bunu qurarkən, gəlin kömək eləyin, əlinizi bizdən çıxardın, gəlin kömək eləyin görək. Bax bunu qurarkən bunun lap alt hissəsi var. Bax burada gördüyünüz, buradan keçirirsiniz. Və bunu çəkib istədiyiniz yerdə qoyursunuz. Aha, bu tərəfə çəkilin. Siz görə bilirsiniz uşaqlar.
Diqqətimizi bura ver Rəşad. Onu da keçir. Oradan içindən keçirdin onu. Aha. İndi bunu qoyuruq yerə. Bax bunu bunun içərisindən. Bax görürsüz buradan keçirirsiniz. Aha. Bir dəqiqə. Ay sağ ol. Əla. Bütöv keçir. Aha. Hamısını keçir. Aha. Keçir. Baba bunu bura. Ay sağ ol buradan. İndi çəkirik, bunu qoyuruq istədiyimiz yerə. Aha. Qoyun yerə. Aha. Çadırımızı uşaqlar yerə qoyduq. Artıq ilk fəaliyyətimizi etdik. Sonra uşaqlar çadırın digər hissələri var. Və çadırımızı ayaq üstə saxlayan skeletdir bunlar. Görürsünüz dostlar, burada müxtəlif rəngli çubuqlar var və bu çubuqların özünün də funksiyası var. Aha, gəlin kömək eləyin. Sol. Çadır komandamız. Ha, çadır komandamız. Aha. Bunları bax bu şəkildə uşaqlar görürsüz bir-birinin içərisinə keçir. Bu şəkildə Gəl kömək elə. Balıq tutma çubuğuna oxşar. Aha. Deməli uşaqlar, onları da keçirdin, kənara qoyun. Aha. Mən keçdik biz. Əla. Uşaqlar. Aha. O sarı rəngdə olan çubuğu kənara qoyuruq bir yerə. Çünki o bizə balkon üçün lazımdır, çadırın plaşatkası üçün lazımdır. Aha. İndi nə edirik uşaqlar? Bax görürsüz, bizim iki uşaqlar rəng və sarı rəng. Boz rəngli çubuqdan görürsüz 2 ədəddir. Bunlar uşaqlar bu çadır üçün bu cürdür. Bunları çarpaz çadırın üzərinə qoyuruq 2 nəfər və keçirik bir tərəfə. Burada gördüyünüz kimi Mən çadır qurulma Aha. videolarına baxmışam, görmüşəm mən. Əla. Beləli çapraz şəkildə çadırın orada yeri var. Oradan keçirdi. O sarı olan yerində. Aha, düzdür. Afərin sənə. Bunu keçirdəndən sonra uşaqlar bir nəfər keçir o yana, tərpətmirsiniz. Ayağınızın birini qoyursunuz çadırın bax bu künc hissəsinə, belə qoyursan və bunun özünə sarı çəkmədən irəliyə doğru itələyirsən. Oranı keçirt, oranı o şeyə keçirdin. Oraya ayağını qoy. Aha, çəkmirik. Bax bu şəkildə uşaqlar, bax gördünüz, bu şəkildə bunu Ayağını qoy oraya, ayağını. qoyduq. Qoyandan sonra bax burada görürsüz uşaqlar, çadırın üstündə, bax burada. Buna çöplərə keçirtmək üçün yerlər var. Bu şəkildə. Mən keçirdim. Afərin. Hamısını keçir. Çubuğu ölçün. Uşaqlar bir dənə dayanını siz. Uşaqlar bir yerdə taxın, amma yavaş, maksimum yavaş. Tələsməyin, şəkil çəkin. 3 2 1 Ay tutur bilər. 8 nəfər yox uşaqlar. Yes, mən. Bəlkə yuxarıdan taxmışlar. Şeydir, əsməz. Əslində o yuxarıdan getməlidir. Çox dəmir səsi. Aha. Orada çadırımız. Mən hər yerini sizə verirəm. Gözün değişməsin. Hə. Dostlar, bu çadırımızın iç hissəsidir. Kim məni eşidirsə bir dəfə əl çalsın. Bir dəfə. Mən bir səs eşidim. Bir səs eşidim. Hələ də eşitmirsiniz məni. Bir.
Əla, biraz eşidirsiniz. İndi dostlar, bu çadırımızın iç hissəsidir. İç hissəsi, hansı ki biz bunun içərisində yaşayırıq, qalırıq, gecələyirik və yaxud da düşərgə ərazisində buradan istifadə edirik. Çadırın görürsünüz uşaqlar, bu tipli çadırların iki girişi var. Bir giriş buradandır. Yox. Digər giriş isə bax görürsüz burdandır uşaqlar. Burada görürsüz çadırın tor hissəsi var. Bir də var lap içli hissəsi var. İç hissəsi var. Görürsüz buradan belə açılır. Bu hissə uşaqlar, siz bunun içərisində yatanda, soyuq olanda bu hissəni bağlayırsınız. Ki soyuq olmasın. Yox, içərini misal üçün siz çadırın içərisindən çıxmısınız, fəaliyyətə getmişsiniz. O zaman bu hissəni açırsınız və bu hissəni bağlayırsınız. Bu hissəni bağlayırıq. Niyə bağlayırıq? Böcək yeməz. Deməli, zərər verici böcəklər, həşəratlar içəriyə daxil olmasın deyə daim bizim çadırımızın ağzı necə olmalıdır? Bağlı olmalıdır. İçəri girdinizsə bağlı olmalıdır. Çölə çıxdınızsa bağlı olmalıdır. Və sonra çadırımızın yerini düzəldirik. İndi bizim çadırımızın giriş hissəsi buradandır. 4 nəfər lazımdır mənə uşaqlar. Hər hansı hissəsindən yuxarıya qaldırırıq. Uşaqlar, qaldırdıq. Fırladın. Aha. Və yerə qoyuruq. Aha. Əla. Əla. İndi uşaqlar, bu çadırımızın iç hissəsidir və iç hissəsi demək olar ki, hazırdır. Biz qoymuşuq. Bu hissə uşaqlar, digər tərəf isə çadırımızın üst hissəsidir. Üst hissəsi bizə nə üçün lazımdır çadırın? Kim deyər? Yağış içəriyə düşməsin deyə. Əgər yağışlı havadırsa, su başqa nə üçün lazım olur? Günəşə görə, günəşin istiliyi birbaşa içəri vurmasın. Başqa nəyə görə lazım olar? Mən isitsin deyə bizi. Nə? Aha, içəridə normal temperatur yaratsın deyə lazımdır, elə deyil. İndi uşaqlar, bu çadırımızın üst hissəsini biz bunun üst hissəsindən çəkirik. Bax görürsünüz, bunun qarşı tərəfində yazı olan bir yer var. Bu yazı olan yer həmişə qarşı tərəfə keçməlidir, qarşı tərəfə. Oranı buraxın uşaqlar, o tərəfin bura çəkdik. Çəkməmişdən əvvəl, bax görürsünüz, bunun bu hissəsində, görürsünüz, içərisindən çubuğu keçirtmək üçün bir yer var. Bizim çubuğumuz var idi bir dənə, yadınızdadır? Gətirin zəhmət olmasa uşaqlar. Bizim əziz skautlar. Artıq gecə düşdü, biz qaranlıqda qaldıq. Biraz tələsək. Gəlin görək. Afərin. İndi bunu bu tərəfə çevirin, arxa tərəfini. Gözləyin, bir-birinizə vurmuyor. Aha. Deməli, biz nə edirik? Bu çadırın ön hissəsidir. Hansı ki, biz bura yüklərimizi yığırıq. Aha. Keçdi. Onu aşağıda yer var, ora keçiririk. Bir dəqiqə uşaqlar, bir dəqiqə siz bunu səs almışsınız, biz bunu düzəldək. Bura saldıq. Aha. Sonra orasını da, bu hissəni də yenə eyni qaydada biz keçiririk. Görürsünüz, burada da bunun xüsusi yer var ki, bura aha, keçirdik. Üçün yerlər var. Buradan ip bağlayıb kənarlara çəkib bərkidirik ki, külək əsəndə çadırımızı yıxmasın yerə. Az qalıbdı, biz 5 dəqiqə bitiririk. Sonra çadırın ön hissəsində görürsünüz. Azca arxaya gedin, hamı görsün. Çadırımızın ön hissəsinə baxsaq, burada aha. Bu cür uşaqlar yer var. Baxın, biz bunu bu cür qatlayırıq. Kömək elə.
Sonra o hissəsini bura. Afərin. Sən çadır qura bilirsən, qurmusan indiyə qədər. Heç qurmamışam, çadırım olmuyor. Amma belə baxmışam videolarına qurmağına. Afərin sizə. Baxın uşaqlar, bu çadırın ön hissəsidir. Siz bura karimat sərirsiniz və əlavə biraz belə açılın, hamı görsün. Zəhmət olmasa bu tərəfə açılın uşaqlar. Buradan görürsünüz, çadırın bu hissələri var uşaqlar. Bura siz qoyursunuz ayaqqabılarınızı, sonra əlavə əşyalarınız varsa bu hissəyə qoya bilirsiniz ki, əgər yağış yağsa çöldə ayaqqabılarınız islanmasın və yaxud da hansısa bir zərər dəyməsin ayaqqabılarınıza. Sonra uşaqlar, çadırın iç hissəsi var. Çadırın iç hissəsini görürsünüz. Orada karimatlarımız var idi. Zəhmət olmasa verin onları. Burada ayağınızın altında. Onu tapdalamayın da uşaqlar. Onun üstündə otururuq axı biz. Müxtəlif təyinatlı bizim karimatlarımız var uşaqlar. Bu karimatları biz bu bir nəfərlik, yəni bir nəfər üçün olan karimatdır. Hansı ki izolyasiya eləyir yerlə bizim bədənimizi və qoymur bizi xəstələnməyə. Bunun iki üzü var uşaqlar. Görürsünüz, parıltılı üz var və bir də cod olan yumşaq üzü var. Yəni parıltılı olmayan üz var. Bu parıltılı tərəfini həmişə aşağıya səririk ki, aşağıdan nəmişlik çəkməsin. Və bu şəkildə aha. Bir dəqiqə gözləyin. Aha. Digər karimatları da verin mənə zəhmət olmasa. Yox, oradan açmayın. Onları da verin mənə, təmizləyin verin inşallah. Yerə qoymusunuz da onun üçün düşən olur. O birisi hanı bəs? Onu da verin mənə zəhmət olmasa. Mən bu hansı fəsil çadırım? Bu 4 fəsildir. Demək olar ki, burada yəni qışda o qədər də yaşamaq olmur içərisində. Amma misal üçün dağçılıq fəaliyyəti ilə məşğul olunur, yaşaya bilirlər içində. Çünki onların yuxu tulumları qış fəslinə uyğundur. Yəni yuxu tulumundan da asılıdır çox şey. Neçə nəfər yaşlar? Bunun içərisində 3 nəfər, yəni 3 nəfər rahat qala bilir. Əgər ekstrem şərait olarsa 4 nəfər də qala bilər. Gətirin, gətirin. Əlim nəfis getdə. Biraz aralı durun uşaqlar, aralı durun. Yetişər əliməcə. Aha. Gördüyünüz kimi uşaqlar, bu tipli aralı dur. Heç nə olmaz. Bu şəkildə bunu da yerləşdirin çadırımızın içərisinə. Mənim biz yerləşdirək. Aha. Hamınız yox, ayaqqabıyla girməyin çadırın içərisinə uşaqlar. Ayaqqabıyla girməyin. O birisi karimatı da verin. Müəllim alın bunu. Bəs, bəs. Çox vurmayın uşaqlar, bəs. Kamera. Məmişik. Çadırımızı bərkitməliyik ki, bu çadır küləyə, yağışa davamlı olsun. Elə deyil? Aha. Bunun üçün bizim çadırımızın içərisində xüsusi bir alətlər var uşaqlar. Bunlardan istifadə edirik. Dəmir qıraqlara vur. Aha. Dəmir qıraqlara vurduqca mənim çox çarpanma. Tam eləyim. Eləyəsiz gözləyin. Onun içində qıraqlar töküldü. Bəs bu çöl şəraitində olur da, bu mütləq olmalıdır. Aha. Dostlar, ilk öncə Yerə vurun. Kiməsə verərsiniz, ötürdüyünüz. aha. İlk öncə mən sizə izah eləyim, sonra siz özünüz eləyin. Gözləyin. Biraz aralı durun, aralı duraq birazca, aralı duraq. Dostlar, bax görürsünüz, çadırın bu hissəsi var. Burada yerləri var. Görürsünüz, bu bərkitmək üçün. Siz bu dəmirlərdən birini götürürsünüz bu şəkildə. Və bu çadırın bax bərkitmək üçün yerinə saldıqdan sonra bunu 45 dərəcə bucaq altında çəkirsiniz bu şəkildə. Və bunu da düz yox. Bax görürsünüz, çadırın əksinə meyilli istiqamətdə vurursunuz, bərkidirsiniz yerə bu şəkildə.
Burada da siz daşdan istifadə edə bilərsiniz bunu vurmaq üçün. Ayaqqabınızın altı qalındırsa, ayaqqabınızla, ayağınızla bunu yerə bərkidə bilərsiniz. Çəkic indi düşərgə şəraitində hər saat tapılmır. Onun üçün də En yaxşı baş. ən yaxşısı yerdə olan yeri. Sonra bunun 4 tərəfin bərkidin. Birini sən bərkid. Ben elemem. Birini sən. Ben Birini sən. 3 oldu, 3 oldu. Gözləyin. Bir ben. Yan. Aha. 45 dərəcə çəkirik çadırımızı. 45 dərəcə. Dur be. Aha. Aferin. Onu düz yox, ay sağ ol. O şəkildə əyri. İndi yerimiz uyğun. Bunu da yerləşdirin zəhmət olmasa. Artıq uşaqlar, bizim çadırımız işə hazırdır. Ancaq bir şey qalıb. Nə qalıb? Kim deyər? Nə qalıb? Kendine bakma. Başqa nə qalıb? Uşaqlar, bunlar nədir? Kim deyər? Uşaqlar. Ben sevgili Fer. Ben Fer. O. Gəlin görək. Bunlar nədir uşaqlar? Aral, zəhmət olmasa azca aralı duraq. Bunlar uşaqlar, görürsünüz çox da qalın deyil, yay üçündür. Bu da kış. Bu biraz qalındır uşaqlar, qış üçün olmasa da payız fəslində biz bundan istifadə. Bu isə lap nazikdir uşaqlar, yay üçündür. Bunu payızda və yazda istifadə eləmək olmaz. Sonra bu gördükləriniz isə bunları da qoyuruq çadırın içərisinə qoyun. Uşaqlar.